Evdar bir qadın 3 övladının və həyat yoldaşının yeməyinə zəhər qataraq öldürür. Bundan başqa o valideynlərini, eləcə də 4 qardaşını öldürməkdə şübhəli bilinirdi. Ən çox heyrət doğuran məqam isə cinayətin motivi idi. Qadının bütün bu qətlləri hansı səbəbdən törətdiyini biləndə şoka düşəcəksiniz. Hörmətli izləyicilər, kanalıma abunə olmaqla və zınqrov işarəsinə basmaqla yeni yüklənən videolardan anında xəbərdar ola bilərsiniz. 34 yaşlı Francisca Ballesteros İspaniyanın Melilla şəhərində yaşayırdı. O, Antonio González adlı şəxslə ailəli idi. Francisca evdar qadın idi. Antonio isə gömrükdə işləyirdi. Onların bir qız və bir oğlan övladları vardı. 15 yaşlı Sandra və 12 yaşlı Antonio. Onların Florinda adlı daha bir qızlar vardı. Uşaq 6 aylıq olanda bərk xəstələnir. Aparılan müalicələr effekt vermir. Nəticədə Florinda ölür. Həkimlər ölümün səbəbinin diabetik koma olduğunu bildirirlər. 2003-cü ildə González ailəsi kompüter alır. Sandra anasına kompüterdən və internetdən istifadə etməyi öyrədir. Kompüter monoton həyat yaşayan evdar qadına maraqlı gəlir. Ev işlərini bitirdikdən sonra Francisca kompüter arxasında əyləşər, boş vaxtını internetdə keçirərdi. González ailəsinin yaşadığı mənzili tarakanlar basmışdı. Francisca onları tələf etmək üçün müxtəlif vasitələrdən istifadə edir. Amma qısa müddət sonra tarakanlar yenidən peyda olurlar. Belə olan halda Francisca sanitariya şirkəti ilə əlaqə saxlayır. Şirkətin işçiləri González ailəsinin yaşadığı mənzilə gələrək evi dezinfeksiya edirlər. Bundan qısa müddət sonra Antonio'nun səhhətində problemlər başlayır. O tez-tez öskürür, yediyini qaytarır, zəif görünürdü. 2003-cü il oktyabrın 6-sında Antonio xəstəxanaya yerləşdirilir. Onu müayinə edən həkim zəhərlənmədən şübhələnir. Francisca yaxın günlərdə onların evində dezinfeksiyanın aparıldığını deyir. Həkim həmin şirkətlə əlaqə saxlayır və tarakanları tələf etmək üçün hansı zəhərdən istifadə etdiklərini soruşur. Şirkətdən ona deyirlər ki, dezinfeksiya işində sirpalaq adlı maddədən istifadə ediblər. Aparılan intensiv müalicələrdən sonra Antonio'nun vəziyyəti yaxşılaşır və o evə buraxılır. Francisca piylənmədən əziyyət çəkirdi. O, mədə kiçiltmə əməliyyatı keçirmək, arıqlamaq istəyirdi. Francisca bunun üçün müxtəlif klinikalara müraciət etmişdi. Lakin əməliyyat baha idi. González ailəsinin maddi vəziyyəti buna imkan vermirdi. Malaga şəhərində yerləşən klinikalardan biri Francisca ilə əlaqə saxlayır və münasib qiymətə bu əməliyyatı edə biləcəklərini deyir. Francisca əri və uşaqları üçün 3-4 günlük yemək bişirir. Sonra onları plastik qablara yerləşdirib soyuducuya qoyur. Daha sonra əməliyyat olunmaq üçün Malaga şəhərinə uçur. 3 gündən sonra isə Francisca evə qayıdır. 2003-cü ilin dekabr ayında Antonio'nun vəziyyəti yenidən pisləşir. O artıq yatağından qalxa bilmirdi. Francisca ərinə qulluq edir, onun üçün dietik yeməklər bişirirdi. Qardaşı Antonio'ya baş çəkməyə gələndə, Francisca onu qapıdan içəri buraxmır. Müxtəlif bəhanələrlə qardaşı ilə görüşməsinə mane olur. 2004-cü il yanvarın 12-sində Antonio'nun valideynləri onu ağır vəziyyətdə xəstəxanaya çatdırırlar. Aparılan müalicələrin heç biri kömək eləmir və Antonio dünyasını dəyişir. Onun ölümü həkimdə şübhə doğurmur. Belə ki, həkim 2 ay əvvəl Antonio'nu zəhərlənmədən müalicə etmişdi. Həkim onun tarakan dərmanı olan sirpalaqdan öldüyündən əmin idi. Bu səbəbdən məhkəmə tibb eksperti meyiti yarmır. Atasının ölümündən sonra Sandra özünü pis hiss etməyə başlayır. O iştahdan kəsilir, arıqlayır, günlərlə evdən çıxmırdı. Sandra artıq məktəbə getmirdi. Narahat olan müəllim onların ev telefonuna zəng edir. Sandra'nın niyə dərsə gəlmədiyini soruşur. Francisca deyir ki, qızı atasının ölümündən sonra depressiyaya düşüb, özünə qapanıb. Sinif yoldaşları Sandra'ya baş çəkmək üçün onların evinə gəlirlər. Francisca onları içəri buraxmır. Sandra'nın depressiyada olduğunu, heç kimlə görüşmək istəmədiyini deyir. Francisca'nın yaxınlıqda yerləşən qəssab dükanına borcu vardı. Dükanın sahibi Juan bir gün borcunu almaq üçün onun evinə gəlir. Francisca çantasından pul götürmək üçün qonaq otağına keçir. Həmin an Juan divana uzanmış Sandra'nı görür. Qız çox halsız və zəif görünürdü.
Juan təcili tibbi yardıma zəng etməyi məsləhət görür. Fransiska deyir ki, qızını qaynatası ilə birlikdə xəstəxanaya aparacaq. Güya ki, qaynatasına zəng edib və onun gəlməsini gözləyir. Juan israr eləyir. O deyir ki, Sandra yaxşı görünmür, vəziyyəti ağırdır və dərhal xəstəxanaya aparılmalıdır. Juan Fransiskanı təcili yardıma zəng etməyə məcbur eləyir. Həkimlər tezliklə Gonzales ailəsinin evinə gəlirlər. Onlar qızın yüksək dozada dərman qəbul etməsindən şübhələnirlər. Ola bilsin atasının ölümündən sonra depressiyaya düşən qız özünə qəsd etmək istəmişdi. Bu səbəbdən həkimlər evdə içi boş olan dərman qutuları axtarırlar. Amma heç nə tapa bilmirlər. Sandranı ağır vəziyyətdə xəstəxanaya çatdırırlar. Həkimlər qızda qaraciyər sirrozu aşkar edirlər. 15 yaşlı uşaqda sirrozun olması qəribə idi. Çünki sirroz adətən uzun müddət alkoqol qəbul edən şəxslərdə olur. Aparılan intensiv müalicələrə baxmayaraq, qızın həyatını xilas etmək mümkün olmur. 2004-cü il iyunun 4-də Sandra ölür. Juan Gonzales ailəsinin evində olanda 12 yaşlı Antonionu görmüşdü. Uşaq yaxşı görünmürdü. Vəziyyəti Sandra kimi ağır olmasa da xəstə olduğu bəlli idi. 5 ay ərzində Gonzales ailəsində 2 ölümün baş verməsi, Antonionun xəstə olması və bütün bunlara Fransiskanın laqeyd yanaşması Juan'ı şübhəyə salır. O, polis idarəsinə gedərək öz şübhələrini dilə gətirir. Juan polislərə Antonionun vəziyyətinin yaxşı olmadığını deyir. Ertəsi gün polislər Gonzales ailəsinin yaşadığı evə gedirlər və 12 yaşlı Antonionu xəstəxanaya aparırlar. Uşaq çox halsız və solğun görünürdü. Həkimlər onun qanında yüksək dozada əsəb sakitləşdirici dərman tapırlar. Antonio deyir ki, anası ona qusmasın deyə dərmanlar verir. Polislər artıq Fransiskadan şübhələməyə başlayırlar. Amma onu həbs etmək üçün daha tutarlı dəlil lazım idi. Polislər Antonionun palatasında keşik çəkir, Fransiskanın oğlu ilə təkbətək qalmasına imkan vermirdilər. Sandranın meyitini yaran məhkəmə tibbi eksperti onun qanında Kolme adlı dərman tapır. Kolmenin tərkibində siyanamid maddəsi var. Siyanamid rəngsiz, dadsız və qoxusuzdur. O, adətən alkoqolizmin müalicəsində istifadə olunur. Siyanamid ampullarda maye şəklində buraxılır və daxilə qəbul olunur. Artıq polislərin əlində Fransiskanın uşaqlarını zəhərlədiyini sübut edən dəlillər vardı. 2004-cü il iyunun 7-sində Fransiska həbs olunur. O, təqsirini boynuna almır. Ərini və uşaqlarını sevdiyini, onlara heç vaxt zərər vermək istəmədiyini deyir. Onun evində axtarış aparan polislər 58 qutu dərman preparatı aşkar edirlər. Onların əksəriyyəti əsəb sakitləşdirici dərmanları idi. Polislər Fransiskanın ərini də zəhərləyib öldürdüyündən şübhələnirlər. Onlar Antonionun cəsədini qəbirdən çıxarırlar və yarılması üçün morqa aparırlar. Məhkəmə tibbi eksperti meyitdə siyanamid aşkar eləmir. Amma bir məqam vardı. Siyanamid orqanizmdən tez bir zamanda ifraz olunur. Odur ki, insan bədənində bu maddəni aşkar etmək üçün analiz onun qəbulundan sonra bir neçə saat ərzində aparılmalıdır. Əks təqdirdə analizin nəticəsi neqativ olacaq. Belə olan halda ekspert meyitdə olan qurtları analiz eləyir və onların tərkibində siyanamid tapır. Bu, Fransiskanın Antonionu zəhərlədiyini sübut edirdi. Fransiskanın törətdiyi cinayəti etiraf etməkdən başqa çıxış yolu qalmır. O, Antonionun daim içdiyini, onu və uşaqları döydüyünü bildirir. Ərini də məhz bu səbəbdən öldürdüyünü deyir. Bəs uşaqları niyə öldürdün sualına qadın belə cavab verir. Antonio öldükdən sonra mən də ölmək istəyirdim. Çünki yaşamağın mənası qalmamışdı. Amma biz öldükdən sonra uşaqlara kim baxacaqdı? Onlar üçün çox çətin olacaqdı. Buna görə əvvəl uşaqları öldürdüm. Sonra da özümü öldürəcəkdim. Əslində isə bu ağ yalan idi. Araşdırmalar nəticəsində məlum olur ki, qızını öldürdükdən sonra Fransiska internetdə tanış olduğu və başqa şəhərdə yaşayan məşuqlarından biri ilə görüşə hazırlaşırmış. Antonionun əyyaş olması da yalan idi. Dost tanışları Antonionun çox içmədiyini bildirirlər. 12 yaşlı Antonio atasının nə vaxtsa anasına əl qaldırdığını görmədiyini deyir. O qeyd edir ki, atası heç vaxt nə onu, nə də bacısını döyməyib. Bəs Fransiskanı, ərini və uşaqlarını öldürməyə vadar edən nə idi? Fransiska evini basmış tarakanları bir təhlükə olaraq görür, onlarla mübarizə aparırdı. Amma ən təhlükəli tarakanlar onun beyninin içində idi. Fransiska övladlarına ana, ərinə isə sadiq həyat yoldaşı olmaqdan yorulmuşdu.
Artıq həyat ona monoton və darıxdırıcı gəlirdi. O kişilərlə gəzmək, keyf çəkmək və əylənmək istəyirdi. Həyat yoldaşı və övladlarını isə bu yolda özünə əngəl görürdü. Fransiska boş vaxtını internetdə kişilərlə yazışmaqla keçirirdi. Onlardan biri Sezar adlı şəxs Kanar adalarında yaşayırdı. Sezar Fransiskanın ailəli olduğunu bilmirdi. Qadın Sezara ərini və uşaqlarını avtomobil qəzasında itirdiyini demişdi. Sən demə 2003-cü ildə Fransiska əməliyyat olunması üçün Malaga şəhərinə deyil, Sezarla görüşmək üçün Kanar adalarına gedibmiş. Həyat yoldaşı və uşaqları onun evdə zəhər qatdığı yeməkləri yeyəndə, Fransiska Kanar adalarında sevgilisi ilə keyf çəkirdi. Onun klinikaya gəlmədiyini görən həkim Fransiskanın evinə zəng eləyir. Telefonu Sandra götürür. Həkim Fransiskanın xəstəxanaya gəlmədiyini bildirir. Bu Sandranı təəccübləndirir. Sonra o kompüterdə anasının kişilərlə yazışmalarını görür. Ola bilsin Sandra ilə anası arasında mübahisə olmuşdu. Bəlkə də qız anasını bütün bunları atasına deyəcəyi ilə təhdid etmişdi. Fransiska 6 aylıq körpəsini, Florindanı da zəhərləyib öldürdüyünü etiraf edir. Uşağın rəsmi ölüm səbəbi diabeti koma idi. Əslində isə Fransiska körpənin yeməyinə zəhər qatmışdı. Bəs 6 aylıq Florindanın günahı nə idi? Fransiska deyir ki, uşaqda fiziki qüsur vardı. Bu da onun xoşuna gəlmirdi. Fransiskanın törətdiyi cinayətlərin üstü açılandan sonra onun başqa qətillər törədə biləcəyinə şübhə yaranır. Belə ki, Fransiskanın 4 qardaşı vardı və onların hamısı gənc yaşlarında ölmüşdü. Valideynlərinin hər ikisi isə ürək tutmasından dünyasını dəyişmişdi. Bəlkə Fransiska onları da öldürmüşdü. Bunu bilmək üçün meyitlər qəbirdən çıxarılmalı və ekspertiza aparılmalı idi. Lakin onların ölümündən uzun müddət keçmişdi və cəsədlərdə zəhərin qalma ehtimalı çox az idi. Bu səbəbdən Fransiskanın ailə üzvlərinin meyitləri qəbirdən çıxarılmır. Belə ehtimal olunur ki, qadın onları ata evinə sahib çıxmaq üçün öldürüb. Psixiatr Fransiskanı müayinə edir və onun psixoloji cəhətdən sağlam olduğu, bütün cinayətləri törədərkən anlaqlı olduğu qənaətinə gəlir. Fransiska məhkəmədə özünü çox sakit və soyuqqanlı aparırdı. O, bircə dəfə də olsun törətdiyi əməldən peşman olduğunu dilə gətirmir. 2005-ci il sentyabrın 26-sında keçirilən yekun məhkəmədə Fransiska 84 il həbs cəzası alır. 12 yaşlı Antonio isə əmisinin himayəsinə verilir.